Avropa siyasi birliyi Azərbaycan üçün əslində önəmlidir. Çünki Azərbaycan ən azından iqtisadi tərəfdaşıdır Avropa Birliyi və enerjimizin bu bazara çıxarılması Avropada biz istərdik ki, dayanıqlıq olsun. Yəni həm siyasi sabitlik, həm də dayanıqlıq olması bizə sərf edir. Və Azərbaycan dövlətdə çalışır ki, Cənubi Qafqaz regionunda öz statusunu saxlasın, öncül statusunu və Avropa Birliyi ilə yaxşı tərəfdaşlıqlar qursun. Düzdür, Avropa Birliyinin daxilində cığal şəxslər də var, dövlətlər də var. Eynən. Onlar zaman-zaman Azərbaycan üçün problem yaratmağa çalışırlar və çox təəssüf ki, gözləri götürmür inkişafımızı. Məsələn, Fransanı qeyd edə bilərik. Amma fikir verdinizsə, cənab prezidentin yanına Makronun gəlişi də var idi həmin görüşdə. Necə suyu süzülmüş vəziyyətdə deyək? Bəli, çünki əllərindən çıxıb axan çox imkanlar. Bəli, Afrikada çıxıb, Yeni Kaledoniyada çıxmaq üzrədir və yaxud da Rusiya ilə yaxşı münasibətlər qura bilmədilər. Ukrayna siyasətləri uğursuzdur hal-hazırda. Yəni görürsüz nə qədər 5 dənə faktor saydım. Hələ yenidən sadalamaq olar və cənab prezident təbii ki, ora gedəndə belə deyək, bizim dövlət başçımız əli dolu gedir. Nə mənada? Həm status cəhətdən, həm bilik, bəli, həm faktlarına, həm bilik səviyyəsinə görə, həmçinindəki Azərbaycan oynadığı rola görə öndədir və görürsüz ki, onunla görüşlər keçirmək istəyən dövlət başçıları müəyyən məsələləri yoluna qoymaq istəyirlər və bu da Azərbaycan önəmini artırır və artırıbdır.